məbləğinin ildə bir dəfə baxılması nəzərdə tutulurdu. Bu əmək haqqları ümumiyyətlə necə təsir edəcək və iqtisadiyyata nəyi verəcək? Çünki orada mən xəbəri oxuyanda bir qədər başa düşdüm ki, Azərbaycanın iqtisadi reytinginlə bağlı bir məsələdir. Bu əmək haqqlarında nəyə dəyişəcək, nəyə təsir edəcək bu? Yəni bildiyimiz cənab prezident tərəfindən fevral ayında əmək məcəlləsinə edən dəyişikliklər təsdiq olundu və yeni dəyişikliklər əsasən minimum əmək haqqıya ildə bir dəfə baxılacaq, yəni artırılacaq. O demək ki, yəni sual da ola bilər nə zaman artırılacaq. Zamanla bağlı qanunvericilik tələbinə uyğun olaraq biz izah etsək, fevral ayında sərəncam imzalandığına görə bu demək ki, fevral ayından etibarən növbəti bir il ərzində bu istiqamətdə sərəncam veriləcək, çünki qanunun tələbdir. Amma təbii ki, nə zaman olacaq o sərəncamın verilməsindən və profil qurum tərəfindən təkliflərin hazırlanmasından asılıdır. Amma artıq bu növbəti ikinci mərhələdə artıq mütəmadi olacaq. Artıq hər il minimum əmək haqqı baxılacaq və artırılacaq, çünki qanunun tələbidir. 6 ay həmişə çəkilir. Qanun tələbidir. Artıq, məsələn, növbəti fevral ayına qədər artırıldı. Bu demək ki, növbəti artım yenə də növbəti bir il ərzində olacaq. Yəni, Çətinlik mexanizmi işlə düşdü, artıq avtonom rejimdə gedəcək. Birinci artım olduqdan sonra o demək ki, növbəti bir il ərzində yenə baxılıb artırılacaq. Əmək haqqlarına necə təsir edəcək? Amma konkret suala gəlsə əmək haqqlarına necə təsir göstərir? Bildiyiniz kimi, mövcud qanunvericiliyə əsasən minimum əmək haqqı artırıldıqdan sonra bir ay ərzində Nazirlər Kabineti vaid tarif sədəsinə uyğun olaraq dövlət məsələlərində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqqlarının vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı qərar qəbul edir və nəticədə minimum əmək haqqı artdığı üçün bu həmin vətəndaşlarımızın əmək haqqlarının Nazirlər Kabineti tərəfindən artırılmasına gətirib. Hazırda vaid tarif sədəsinə uyğun olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqqları minimum əmək haqqıdan, yəni 400 manatdan başlayır, 1150 manatadək artır. Yəni bu demək ki, həmin vətəndaşlarımızın maaşları, yəni 400 manat da təbii ki artırdıqdan sonra 400 manat da artacaq, 1150 manat da artıracaq və o intervalda olan bütün əmək haqqlarda artımlar olacaq. Özəl sektorda təbii ki, minimum əmək haqqı artımından sonra maaşları yeni məbləğə uyğunlaşdıracaqlar və nəticədə bu 700 mindən artıq vətəndaşımızın əmək haqqlarında artıma gətirib çıxaracaq. Yəni yalnız minimum əmək haqqı alan vətəndaşlarımızın deyil, digər vaid tarif sədəsinə uyğun olaraq əmək haqqı alan dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da maaşlarını artıracaq. Özəl sektorda da az maaş alan vətəndaşlarımızın əmək haqqlarında artımlar qeydə alınacaq. Təşəkkür edirik. Çox sağ olun. Siz yanımıza gəlib suallarımızı cavablandırdınız.